tədbiri açıq elan edirik. Diqqət, bayrağa təzim üçün qalx. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Üçün söz məktəbimizin direktoru Bəhmənli Türkün müəllimə verilir. Əziz müəllimlər, şagirdlərimiz, bugün Xocalı faciəsinin il dönümü münasibəti ilə buraya yığışmışıq. 1992-ci il fevral ayının 26-sında Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində faciə baş verdi. Bu faciə ermənilər tərəfindən həyata keçirildi. Soyqırımı hadisəsi baş verdi. Xocalı faciəsi haqqında hər birimizin istənilən qədər məlumatı var. Dünyada analog olmayan bir faciədir. Hər birimizə məlumdur ki, bir ölkə digər ölkə ilə müharibə aparanda həmin ölkələrin orduları vuruşurlar. Təbii olaraq ordular vuruşanda burada qan var, qada var, ölüm var. Amma hərbiçilər tərəfindən həyata keçirilir. Amma dünyanın heç bir yerində eyni ölkənin daxilində yaşayan bir xalqın digər xalqına qarşı belə soyqırım törədilsin. Mən deyərdim ki, Xocalı faciəsi biz müsəlmanıq, Kərbala faciəsindən də dəhşətli faciədir. Uşaqdan tutmuş böyüyə qədər, nə qocaya rəhm olunur, nə kiçik körpələrə, nə qadınlara, heç kəsə güzəşt olunmadan soyqırım həyata keçirilir. Mən həmişə Xocalı faciəsi haqqında danışanda rəhmətli Çingiz Mustafayevin çəkdiyi o dəhşətli kadrlar gözümün qabağına gəlir. Üzülü qaldı. Qaldır üzülü.
Ona görə də bəzən mənim fikirlərim qırıq, cümlələrim yeknəsəz olur. Baxmayaraq, hamınız bilirsiniz, mən çox rəvan çıxış eləməyi bacaran bir müəlliməm. Ancaq fikirlərim qırıq olur, danışmağı bacarmıram. İnanın ki, mən bu dəqiqə elə vəziyyətdəyim ki, elə bil həmin anları, həmin hadisəni bu dəqiqə özüm orada yaşayıram. Bir daha deyirəm, hər birinizə soyqırımın münasibətilə baş sağlığı verirəm mən. Çox təəssüf ki, Zaur müəllimin, siz bilirsiniz uşaqlar, bizim müəllimlərimizdən biri, tarix müəllimimiz, Zaur müəllim əslən Xocalıdandır. Hər biriniz o müəllimi tanıyırsınız. Ancaq çox təəssüf ki, onun için çıxdığına görə bu tədbirimizdə iştirak edə bilmir. Onların yaxın adamları məhv olub orada, əziz adamları məhv olub, dəhşətli bir, yəni o hadisələrin canlı şahididir o müəllim. Çox yaxşı olar ki, özü də burada iştirak edirdi, öz fikirlərini sizlə bölüşəydi. Amma mən onu da iştirak etmədiyimə çox təəssüf edirəm. Bir daha mən Xocalıda qətl olunmuş o şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni zamanda həmin insanların yaxınlarına baş sağlığı verirəm. Deyirsən, söz məktəbimizin tarix müəllimi Zeynalov Firduna verilir. Hörmətli müəllimlər, hörmətli şagirdlər və tədbir iştirakçıları. Mən sizin hamınızı Xocalı faciəsi münasibəti ilə hamınıza başsağlığı verirəm. Bəli, bugün Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri ərəfəsini yaşayırıq. Azərbaycan tarixən qonşu dövlətlərin maraq dairəsinə daxil olduğu üçün, geosiyasi vəziyyətdə olduğu üçün, qonşu dövlətlər həmişə Azərbaycan torpaqlarını işğal etməyə cəhd edir. O cümlədən böyük dövlətlərin maraqları imkan yaradıb ki, tarixin müəyyən mərhələlərində zaman-zaman ermənilər bu ərazilərdə məskunlaşıblar. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıblar. Böyük dövlətlərin rəvacı hesabına. Lakin bizim qonşularımız olan ermənilər bizə xəyanət ediblər. Tarixin bütün dönəmində xəyanət ediblər. Azərbaycan çörəyin yeyib Azərbaycana xəyanət damğası, 200 illik xəyanət damğası. Bunun da məntiqi nəticəsi 1992-ci il 26 fevral Xocalı soyqırımı. Tarixdə soyqırımlar çox olur. İlk soyqırım Hindu soyqırımından başlayır. İngilislər demək olar ki, Amerika xalqları olan Hinduları soyqırıma məruz qoyub bir millət kimi yer üzündən sildilər. Sonra zaman-zaman bu tarixi gedişdə soyqırımlar olub. İkinci Dünya Müharibəsində Yəhudilərin soyqırımı demək olar ki, 6 milyon Yəhudi soyqırıma məruz qaldı. Holokost deyirlər. Xatın kəndi soyqırımı, Ruandada soyqırım, Kambodjada soyqırım. Biz də soyqırıma məruz qalan xalqlar sırasına daxil olduq. Lakin Xocalı soyqırımın digər soyqırımlardan fərqi o idi ki, Xocalı soyqırımı müasir dövrdə, sivilizasiyanın inkişaf etdiyi bir dövrdə baş verir. Bu nöqteyi nəzərdə biz bu soyqırıma qiymət verəndə bəzi nüanslara diqqət yetirək. Bu soyqırım dünya xalqlarının, dünya dövlətlərinin göz qabağında baş verir. Və hələ də bu soyqırıma həqiqi, hüquqi qiymət verilmir. Bir daha sizə başsağlığı verirəm. Allah bütün ölənləri rəhmət eləsin. Sağ olun. Çıxış üçün söz məktəbimizin ibtidai sinif müəllimi, həmçinin şəhid bacısı Qasımova Aydəniz müəlliməyə verilir. O gecə dünyaya ilk dəfə səs göz açan körpənin həyatı əbədi sürüldü. O gecə ilk addım atan körpənin ayaqları şikəst oldu ömürlük. O gecə ailə həyatına qədəm qoyan Xocalı gənclərinin nişan mərasimi hamımıza məlumdur ki, matəmə çevrildi. O gecə 1500-dən artıq Xocalının canını götürüb meşələrə qaçmaq istəyəndə
həmin əhalini ermənilərdən qurtarmaq üçün öz körpəsini, öz əli ilə boğan ananın harayı göylərə yüksəldi. O gecə çox dəhşətlər oldu. Lakin bu dəhşətləri, bu səsləri dünya cavab vermədi bu səslərə. O gecə haqqında danışmaq çox çətindir. O gecəni vəsf eləmək, nəsildən nəsilə ötürmək hamının, biz Azərbaycanlıların borcudur. O gecə çox işlər oldu, çox matəmlər oldu, çox faciələr baş verdi. Lakin gün gələcək, onların qanı yerdə qalmayacaq. Gün gələcək. Biz müəllimlər o gecəni hər an, hər vaxt şagirdlərimizə təbliğ etməliyik, öyrətməliyik. Təbliğat işimizi işə salmalıyıq. Ceyhun Mirzəyevin Fəryad filminə baxanda erməni müəlliməsi şagirdlərinə Azərbaycanlı əsiri göstərib deyir ki, bu Azərbaycanlı çox quduz, dəhşətli bir cinayətkardır. Ona yaxın getməyin, o sizi qapar. Onun quduzluğu qanınıza keçər. Lakin Azərbaycanda 40 mindən çox erməni yaşayır. Mənim həyətimin başında Rus qəbristanlığı var. O qəbristanlıqda 3 erməni məzarı qorunur dövlət tərəfindən. Lakin bizim şəhidlərin qəbirləri, şəhid olmuş igid oğlanlarımızın cəsədləri rüsvay olunur. Lakin buna heç kim səs vermir. Biz Azərbaycanlılar özümüz öz səsimizi ucaltmalıyıq. Bugün Zaur müəllim burada olmasa da onun ailəsinə, Zaur müəllimə, Xocalı timsalında Zaur müəllimə başsağlığı verirəm. Çünki mən də şəhid bacısıyam. Onun dərdini çox gözəl başa düşürəm. Hörmətli qızlarımız, o gecə Azərbaycan qızlarının namusu ləkələndi. Lakin çox xahiş edirəm, bəlkə də bugünkü çıxışın yeri deyil, bugünkü mövzuya aid olmasa da deyim ki, dünən əllərində 23 fevral münasibəti ilə hədiyyə aparan qızlarımız, 1-2 nəfəri mən təhqir elədim. Onlar məni çox güclü şəkildə təhqir elədilər. Məni avam geridə qalmış hesab elədilər. Qızlarımız ayıbdır. O igidlər bizə görə şəhid olublar. Onlar bizə görə şikəst olublar. Ömürlük gözlərini dünya işığından itiriblər. Olmaz belə eləmək. Bir erməni müəlliməsi, bir əsiri quduz adlandıranda, amma bizə güllə atmış Rus ordusunu, erməni ordusunun 23 fevral hərbi dəniz donanmasını bayram kimi qeyd edirik. Olmaz. Artıq tarix bunu bilir, hamı indi başa düşür. Bizim rəhbərimiz yaxın gələcəkdə gözəl güşəmiz olan Dağlıq Qarabağı ermənilərdən danışıqlar yolu ilə, sülh yolu ilə, qan tökmədən azad edəcək. O gün çox yaxındadır. O günlərə az qalıb. Biz həmin günü bayram edərik. İstərdim ki, 9 may Qələbə bayramına qədər torpaqlarımız azad olunsun. O bayram bizim üçün milli bayramımız olsun, əsl milli bayramımız. Çıxış üçün söz məktəbimizin dərs hissə müdürü Abbasova Elmira müəllimə verilir. 3 dənə məktəbimizin müəllimi əsl natiqlərdən sonra çıxış eləmək çox çətindir. Rəvan, təmiz Azərbaycan dilini mükəmməl bilən və ən savadlı müəllimlərdən sonra çıxış eləmək çox çətindir. Amma mənə 25 ildir artıq bugün də çıxış edirəm. Azərbaycanın bütün ümumi təhsil məktəblərində, bölgələrdə, kəndlərdə, paytaxtımızda, yaxın və uzaq qonşularımızda fevral ayından bəri Xocalı günü elan edilib. Hətta Amerikada 26-sında o günü qeyd ediləcək, Xocalıya əsr olunacaq o gün. Qonşu Ukrayna, Moldaviya, Gürcüstan, qardaş Türkiyə və Pakistan artıq bu günü keçirdilər. Çox gözəl çıxış edirdilər və mən onlara qulaq asırdım. Əsrin ən dəhşətli faciəsidir. Hər bir faciə, hər bir qətl təbii ki, cəzasız qalmır. Və bizim ümidimiz var ki, bu faciənin törədənlər cəzasını alacaqlar.
Haçan bu olacaq, biz ümidlə o günü gözləyirik. Tanrıdan dua eləyirəm. Mən də bir ana kimi, bir bacı kimi, bir müəllimə kimi, Azərbaycan bir qadını kimi, dövlətini istəyən bir qadın kimi gözləyirəm o günü. Ona görə ki, Azərbaycanın üzüyünün qaşıdır Qarabağın Xocalı şəhəri. Və inanın ki, ümidvaram ki, Xocalıda o gün olacaq, bir gün səhər açılacaq və deyəcəklər ki, Qarabağ azad olur. İkinci Xocalı şəhəri tikiləcək. Və o ana, o ata xoşbaxtdır ki, onun övladı üç rəyli bayrağı Xocalıdan aparıb və ən yüksəkdə onu dalğalandıracaq. Bu gün mən çoxlu qonaqlar gözləyirdim. Ümidvaram ki, onların da səbəbi var gəlmədiklərinə görə. Şəhid ataları, şəhid qardaşları və əzizim Aybəniz müəllimə, mən sizi başda olmaqla yaxınların itirən Qarabağ torpağında, Xocalıda baş sağlığı verirəm. Bəli, şəhid bacısı olmaq böyük fəxirdir. Sənin qardaşın ali özü yüksəldib. Şəhid olmaq özü bir fəxirdir və deməli, tarixə yazılır bu insanların adları. Ümidimiz var ki, dövlət başçısı cənab prezident və onun ətrafı və xüsusən də gənclər kömək eləyəcək, birləşəcək və bu məsələdə biz bir olacaq və azad eləyəcək torpaqlarımızı. Azərbaycanın bütövlüyü bərpa olunacaq. Necə ki, dünənləri bizim məktəbin müəllimlərinin çoxları bir yerdə, burada, bir yerdə o həmin bugünkü günü gözləyirdik ki, keçirdək yüksək səviyyədə. Başda Firidun müəllim Bəhməni direktorumuz olmaqla xüsusən qeyd etmək istəyirəm Anar müəllimin işini, Elnara müəllimənin işini, Sinarənin müəllifləri Samaya müəllimənin işi, onun sinifini, Müşmük müəllimin işi 25 yazdığı diz üstə çökmüşdü və yazırdı. 9-cu A sinifinin şagirdi stendları yazmağını, Neylə müəllimənin şagirdləri və burada kimin adlarını çəkmədim, Elnariya Validə müəllimənin təşəkkürümü bildirirəm və sonda təbii ki yazılacaq. Bir olmaq lazımdır. Ən vacibi gəncləri gözləyir Qarabağ, gəncləri gözləyir Xocalı. Hökman o gün gələcək. Çoxlu işlər görür, gənclər görür o işləri və gənclər bilirlər ki, onların başçısı Leyla xanım Əliyeva çox vətənpərvər bir gəncdir. Hər yerə gedir və Xocalı ədalətinin çatdırır. Öz şeirləri ilə, kasetlarla, rəsmlərlə o bildirmək istəyir ki, bizim günahımız yoxdur. Çox danışmıram, indi keçəcək bir slaydlara baxacaqsınız. İnsan insana belə bir qıyarmı? Onlar insan deyilmişlər, uşaqlar, qan içən imişlər. Uşağın da gözlərini çıxardar olarmı? Bari onların uşaqları yoxdur. O böyük tanrı cəzasını verəcək onların. İnanın ki, o cəzanı artıq alırlar. İflic olub o dövlət. Əgər onların köməyi olmasa, o dövlət çoxdan ölmüşdü. Və Firidun müəllimin sözünün qüvvəsi kimsə gəlib eləsəydi, suyumuzu içən, çörəyimizi yiyən, varraşan bizim torpağımızda onların babaları eləyən işi, nəvələri yerinə yetirdilər. Ona görə siz o babaların nəticələrisiniz. Siz bilməlisiniz ki, bizim ordumuzun yaranma günü 26 iyundur. O gündür bayram, oğlanlarımızın bayramı. Mən Aybəniz müəlliməyə dedim ki, gərək deməyədi üzr istəyirəm, onlar sizdən üzr istəyəydi. 9 may bəli, qələbə günümüzdür. Mən də yaxınlarımı itirmişəm o günü 9 mayda. Amma 23 fevral xeyr yox. Mən Sovet məkanında böyümüşəm, amma məndə nifrət var o orduya. Əgər orada gəlməsəydi, tək ermənilər bacarmayacaqdı bizim Xocalımızı əlimizdən almağa. Yenə hamımıza səbir diləyirəm. Böyük Tanrıdan, sevimli Tanrımızdan rəhmət diləyirəm bütün şəhidlərimizə. Xocalıda, Qarabağ 1, Qarabağ 2 müharibəsində bizim Göytəpəli şəhidlərə, onların valideynlərinə Tanrıdan səbir diləyirəm. Ruhları şad olsun. Təbii ki, mənə söz demişdi ki, Zavur müəllim mənə görə hökmən gələcəkdir.
O bilirdi ki bu günleri biz hamımız onun valideynlerine səbr dileyəcəyik. 600'den yukarı insan ölüb. Bilirsiniz bu nədir uşaqlar? Qısası gənclər alacaq. Və siz Qarabağa gedəcəksiniz yaşamağa, yaratmağa və Qarabağın o Xocalı şəhəri bəlkə də Qarabağın paytaxtı olacaq. O gün gələcək. İndi sizə bir sözüm var. Şeir olacaq, tədbir başlayır. Şeirlər çox çətindir. Onları yaşamaq lazım. Nermin. Çörəyi verirəm, apar nənəngilə, yaxşıdırsa? Dağlar gəlibdir, gözləri qanlı, ağızları qanlı, sözləri qanlı. Bir gəlin qaçırdı, dizləri qanlı, o gəlin qaçırdı dağlara sarı. Sağ yana fəryadı, sola naləsi, dilinin ucunda bala naləsi. Qalırdı özündən dala naləsi, bir gəlin qaçırdı dağlara sarı. El sakla, kayın balası, qoy namusunu bastırıp, gözümün ağı qarasın, bir zabalanı bastırıp. Bu yerler boşalır gedər, Allah da baş
bakın. Onları sınır. İnsan da bu kadar zalim olarmış. Yok, dözmürəm, dözə bilmirəm. Ayaqlarım tutulur, dözə bilmirəm. Atın güllələri durmadan yenə. Hamımız birlikdə düşmən üstünə. Yaşasıq sona dək, vuruşarıq biz. Hər kəs öləcəkdir, ölüm bir haqdır. Vətən üçün ölənlər yaşayacaqdır. Anacan, atacan, niye dinmirsən? Məni yalqız qoyub hara gedirsən? Sizsiz bu dünyada qalacam yetim. Bilmirəm neydim, mən hara gedim? Belçemiz, indi şüphesiz ve doğan cumandır.
dünya qaranı, ağı, getməz sinəmizdən Xocalı dağı. Dolaşdı göylərdən metenin ruhu, tarixin ən qanlı olaydı bu. Güllələndi körpələrin yoxsu, söndü ədalətin yanar çırağı, getməz sinəmizdən Xocalı dağı. Süngüləndi qumlar, kəsildi əllər, getdi qurban salatınlar, əliflər, kar oldu qulaqlar, lal oldu dillər. Türkü məskəndir aslan oylağı, getməz sinəmizdən Xocalı dağı. Ən böyük kədərim daşa qaldı, qoy bilsin, eşitsin bu ermənilər, qisas iradəyə qalmaz deyirlər. Duz bastılar yarana, lay lay, Xocalım lay lay. Düşdü güllə borana, lay lay, Xocalım lay lay. Namərdi kim sağırdı? Göydən ölüm yağırdı. Dillə demək ağırdı. Lay lay, Xocalım lay lay. Daş üstə daş mı qaldı? Salamat baş mı qaldı? Gözümdə yaş mı qaldı? Lay lay, Xocalım lay lay. Qaçdı Novruzun tamı. Kimdir yandıran şamı? Yas etdilər bayramı. Lay lay, Xocalım lay lay. 25 il keçdi yaşın, nələr çəkdi, nələr başın. Daş üstə qalmadı daşın, qalx ayaq, ay Xocalı. Zəhər oldu onda aşın, yanağından axdı aşın. O gözlər elə sözdür, elə səsdir. Əlindəki bayraq kimi müqəddəsdir. Əbədiyyət qazanmağa bu da bəsdir. Yenilməzlik, haqlıq, düzlük. Elə budur, sən əsr düşmədin belə. Əlindəki bayraq ilə Xocalını tapdaladı, qisas aldın Azərbaycan bayrağı ilə. Keçdin oradan zəfər çaldın, insanlıqdan ucalmısan. Sən müqəddəs bir ocaqsan, elə orada Xocalıda nəhəng heykəl olacaqsan. Əlində də öz bayrağın, bayrağının altında illər, nəsillər keçəcək. Zaman axın, zaman, axın. Sən oğulsan, gözlərinə qurban olum. Bugünə də şükür olsun, çox şükür ki, bayraq da var, bayraqdan oğullar da. Beter
hərbi taraflarda bizim texnikamız nümayişdir. Ama bizim en büyük gücümüz əsgərlərimizin cəsarətidir. Əsgərlərimizin vətənpərvərliyidir. Bugün Azərbaycanda belə gözəl gənc nəsil yetişib. Onların hamısı Ali Başkomandanın əmridir. Və son hadisələr onu göstərir. Hətta hərbi işindən kənarda olan insanlar da öz fikirlərini bildirir, öz istəklərini bildirir. Könüllü olaraq cəbhə bölgəsinə gelmək istəyir. Məni çox sevindir. Bunu göstərir ki, vətənpərvərlik ruhu Azərbaycanda yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdir.